Ağdaş rayon İcra Hakimiyyətinin binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran İqtisadi Rayonunun fermerləri, dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və digər maraqlı tərəflər iştirak ediblər. Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar. Festivalın rəsmi açılış hissəsində çıxış edən Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sektorun inkişafının region üçün strateji əhəmiyyət daşıdığını və belə festivalların fermerlərin maarifləndirilməsi, yeni texnologiyalarla tanış olması baxımından mühüm rol oynadığını vurğulayıb. Milli Məclisin deputatı Sahib Aliyev öz çıxışında ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi ilə bəhs edərək, kənd təsərrüfatının innovativ yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Digər çıxış edənlər isə fermerlərin maliyyə və kredit imkanlarına çıxışının genişləndirilməsi məsələsinə toxunaraq, belə festivalların kənd təsərrüfatında sahibkarlığın inkişafı üçün yeni perspektivlər açdığını qeyd edib. Bugün Ağdaşda bizim növbəti Aqrar Biznes Festivalı keçirilib. Bu festivalın keçirilməsində əsas məqsəd fermerlərimizlə təchizatçı şirkətlər arasında əlaqələrin qurulmasıdır. Və qeyd etmək istəyirəm ki, Aqrar Biznes Festivalı dövlət özəl tərəfdaşlığı platformasıdır. Burada yüzlərlə həm dövlət, həm özəl şirkətlər təmsil olunub və bugünkü tədbirdə 700-dən çox fermer iştirak etmişdir və ətraf 7-8 rayondan da burada fermerlər iştirak eləmişdir. Onu da qeyd etmək istəyirəm ki, bugünkü tədbir çərçivəsində həmçinin Mərkəzi Aran İqtisadi Rayon üzrə Dövlət Maliyyə Dəstək Mexanizmləri adı altında bir panel diskussiya təşkil olunmuşdur və burada həm banklar, bank olmayan kredit təşkilatları öz xidmətləri və məhsulları barədə fermerlərə məlumat vermişdir. Könül Kazımova, Aqil Əsədov, Elgiz Əbdürrəhmanlı bugün informasiya proqramı üçün.